Salam hörmətli Neftçi TV izləyiciləri, Neftçi Futbol Mərkəzindən hər birinizi salamlayıram. Bugün AFFA Yüksək Qızlar Liqasında sonuncu 15-ci turun qarşılaşması keçiriləcək və bu maçda Neftçi və Sumqayıt komandaları üz-üzə gələcəklər. Bu maçı Neftçi üçün, bizim üçün əlamətdar edən iki hadisə var. Bunları istəyirəm nəzərinizə çatdırım. Birincisi, bu qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçiriləcək və Neftçinin qızlarına qızıl medallar təqdim olunacaq. İkincisi isə artıq 5 ilə yaxın olan Neftçi TV'nin tarixində ilk dəfə olaraq bir qarşılaşmada xanım şərhçini də dinləyəcəksiniz. Bugün şərhdə mən tək olmayacağım. Həmkarım Nurdan Demir mənlə birlikdə olacaq. Uğurlar Nurdan. Salam Hüseyin və dəyərli izləyicilər. Çox sağ ol Hüseyin, təşəkkür edirəm. Həqiqətən də hal-hazırda belə bir anda tarixi keçmək mənim üçün çox qürur vericidir. Təşəkkür edirəm. Və artıq komandaların heyətləri ilə tanış ola bilərik. Əvvəlcə başlayaq Neftçinin çempion qızlarından. Buyur. 98 nömrə komandamızın qapıçısı Günay İsmailova, 13 nömrə kapitan Sevinç Fəttazadə, 3 Alina Nəhmədova, 7 Manə Mollayeva, 10 Ayşən Salamzadə, 11 Məsumə Nəzərli, 14 Coşqunu Əliyeva, 16 Xanım Əsədova, 17 Vüsali Seyfəddinova, 88 Firəngiz Teymurova, 99 Fidan Cəfərova. Komandanın baş məşqçisi Siyasət Əskərov. Sumqayıt komandasının qonaqların start heyəti isə bu cürdür. Qapıda 1 nömrə Güləsər İsmailova olacaq, 21 komandanın kapitanı Jalə İldırımova, 4 Fatimə Əhmədova, 6 Samirə Aşırova, 7 Röya Əliyeva, 9 Müjgan Seyidova, 10 Aliyə Dövlətli, 11 Ləman Mustafazadə. Bəli, maç başlayır. Neftçiyə uğurlar arzulayırıq. Alina Nəhmədova topladı. Vüsali Seyfəddinova topu sağ cinaqda qəbul etdi. Vüsalidən irəli ötürmə. Burada zərbə ola bilər. Vüsali gol! Top rəqib qapısından keçir. Hesab açılır. Xanım Əsədova hesabı açır. Və qarşılaşmanın birinci hissəsi başa çatır. Yenidən Neftçi Futbol Mərkəzindəyik. Fil səslənir və ikinci hissə başladı. Neftçiyə bir daha uğurlar arzulayırıq. AFFA Yüksək Qızlar Liqasının sonuncu turu çərçivəsində keçirilən Neftçi Sumqayıt maçında ilk hissədən sonra hesab 1-0'dır. Oyunda yeganə qolu xanım Əsədova vurub. Röya Əliyeva, Alina. Ayşən Salamzadə, Ayşən ötürməsi sağ canaha Coşquna hücuma qoşulur. Coşquna Əliyeva zərbə indirir və hesab 2-0 olur. Coşquna Əliyeva mövsümdə 29-cu qolunu vurur. Bu oyunda isə hesabı 2-0 edir. Ötən mövsümdə AFFA Yüksək Qızlar Liqasının ən məhsuldar oyuncusu Neftçinin futbolçusu olmuşdu. Coşquna elir qapıya zərbə və gol! Hesab 3-0. Neftçi 3, Sumqayıt 0. Sumqayıtın işi artıq çox daha çətindir gümüş medalları qazanmaq üçün. Ancaq Neftçi üçün nəticə yenə dəyişmir. Əvəzlənir. Və qarşılaşmanın final fiti səslənir. AFFA Yüksək Qızlar Liqasında Neftçi 15 oyunun 15'ində qələbə ilə tamamlayaraq naməğlub çempion olur və ardıcıl ikinci mövsüm Yüksək Qızlar Liqasında çempion olaraq ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Və indi isə 2024-25 mövsümünün çempionları qızlarımız mükafatlarını almağa yaxınlaşırlar. Bizim qızıl medalçılarımız Sevinç Fəttazadə. Onlar Yüksək Qızlar Liqasının ardıcıl 2 qat çempionlarıdırlar. Və sizi bu xoş anla baş-başa buraxıram.